Qəbdə. Keçdik bu birisinin 53-cü suala. 9, 11, 10, 30, 60, 45. Bunda nə edəcəksən uşaqlar? Birinci və ikinci ədədi toplayacaqsan. Böləcəksən 2-yə, bərabər olacaq 3-cü ədədi. 9-un üstə 11 gəldin, 20. 20-ni 2-yə böldüm, elədi 10. 30-un üstə 60 gəldik, böldük 2-yə, bərabər oldu 45. 20-nin üstə 2 gəldim, böldüm 2-yə, bərabər oldu 11. Yəni cavab 53-də D variantı. 54-cü sualda baxırıq. 3, 2 və alıb 12 necə elədi? 3-ü 2-yə vurdu, 6, 6-nı da 2-yə vurdu, elədi 12. 7-ni 4-ə vurdu, 28, 28-i də 2-yə vurdu, 56. Deməli, burada şərt ondan ibarətdir ki, ədədləri bir-birinə vurub, hələ üstə də 2-yə vursaq, onda altdakı ədəd olacaq. Onda x-i vuracaq 7-yə, vuracaq 2-yə, eləyəcək 70. Onda x vur 14 bərabərdir 70. 70-i də 14-ə böləndə elədi 5. Deməli, 54-də 5. Cavab A variantı. 55-ci sualda 3, 5, 4-dən 4 alındı. Necə elədi? Təbii ki, 3-ün üstə 5 gəldi. Elədi 8. 8-in üstə 4 gəldi. 12. 12-ni də 3-ə böldük 4. 2-nin üstə 3 gəldi 5, üstə 4 gəldi 9, 9-u da 3-ə böldük 3. 7-nin üstə 8 gəldik 15, üstə 3 gəldik 18, 3-ə böldük 6. 2-nin üstünə, demək, kənardakı ədədləri toplayırsınız. 2 üstə gəl 10, üstə gəl 21, böləcəksiniz 3-ə. 12, 12-nin üstə də 21 gələndə 33, 33-ü də 3-ə böləcəyik 11, 55-də cavab C variantı. 56-cı sualda 15-i 7-yə vurub, bu dairənin funksiyası vurmaq, elədi 105, 105-dən də 5-ini çıxdı 100. Dairənin funksiyası vurmaq, 2-ni 6-ya vurduq 12, 12-dən də 3 çıxdıq 9. Yəni dairəninki vurmaq, dairənin funksiyası vurma işarəsidir, 3 bucağın funksiyası isə çıxma işarəsidir. O zaman 9-dan 6 çıxırıq 3, 3-ü də 3-ə vurduq 9, 9-dan 7 çıxırıq 2, 2-ni də 7-yə vurduq 14. Yəni cavab 56-da A. 57-də baxaq, birinci ədədi vurub 3-ə, üzərinə gəlib 3. Birinci ədədi vurub 3-ə, üzərinə gəlir 3. Deməli, birinci ardıcılıq, məntiqi ardıcılıq. Vur 3, üstə gəl 3. Vur 3, üstə gəl 3. Eyni şəkildə buna baxırıq. 6-dan 24 aldı. Vur 4, üstə gəl 4. 6 vurdu 4-ə 24, üstə 4 gəldi 28. 28-i 4-ə vurduq 112, üstə 4 gəldik 116. Üçüncü funksiyada isə birinci ədədi vurur 5-ə, üzərinə 5 gəlir. Yəni biri 5-ə vurdu 5, üstə 5 gəldi 10. 10-u vurdu 5-ə 50, 50-nin üstə 5 gəldi 55. Onda növbət bax, birincini vurdu 3-ə, üstə 3 gəldi. İkincini vurdu 4-ə, üstə 4 gəldi. Üçüncünü vurdu 5-ə, üstə 5 gəldi. Deməli, növbət ədədi vuracaq 6-ya, üstə 6 gələcək. Hansı ardıcılığa aiddir? Baxaq, burada vurub 3-ə, üstə 3 gəlib, ödəmədi. Getdi. Burada vurdu 6-ya, üstə 6 gəldi, vurdu 6-ya, üstə 6 gəldi. Deməli, 57-də cavab B variantı. 58-də testdə cavab variantında səhvlik var idi. Nədə səhvlik var? Bax, x ədədi həm birincidədir, həm sonuncuda, həm də ortada. Yəni, birincidə, ikincidə, üçüncüdə gələn ədəd. Y ədədi də birincidə, ikincidə və sonuncuda. Birinci, ikinci, bir də sonuncu gəlir. Z ədədi də üçüncü, ikinci və birincidə gəlir. Yəni, hər bir ədəd birinci, sonuncu və ortada gələn ədəd olur. Amma baxırıq bura. Deməli, 3-lər, 8-lər və 2-lər olmalıdır. Baxırıq, burada 4-lər var, burada da 4 var, burada da 4 var, gedir. Amma burada digər ədədlərdən tapa bilmirik. Niyə görə? Çünki Z-ə 3-3-də verə bilərəm. 8 də verə bilərəm. Mən bilməm, X-a da 8 də verə bilərəm, 3 də verə bilərəm. Y-a da eyni şəkildə. Bunlar qaydasında heç bir dəyişiklik yoxdur. Yəni, C də ola bilər, D də ola bilər 58-də. 59-cu sualda 2 dənə F bərabər olub 3 dənə elə. Onda mən burada 2 dənə F-in yerinə 3 dənə L yazıram. Bu birisi 2 dənə F-in yerinə də 3 dənə L yazıram. Baxıram, indi 3 dənə Z 6 dənə elə bərabər olursa, onda bir dənə Z-im, deməli 2 dənə elə bərabər olacaq.
1z bərabərdir 2 dənə elə. O birisi z-də bir dənə, 2 dənə elə. Bu birisi z-də 2 dənə elə. Onda mənə deyir ki, z el. Onda z-in yerinə el yazacağam. Eli isə öz yerində yazacağam. Baxıram 2 dənə z el 3 dənə elə bərabər oldu. Mən də bilirəm ki, 3 dənə də elim 2 dənə f-yə bərabər idi. Deməli cavab 59-da da D variantıdır. 60-da döndərmədir. Baxın, bu oxu bu cür idi. 90 dərəcə fırlatdı, gəldi bura. Yenə 90 dərəcə fırlatdı, gəldi bura. Eyni şəkildə də həmin içərisindəki çevrə də 90 dərəcə fırlanır. O zaman baxıram. Bax, bu birinci buradaydı. Sonra yenə 90 dərəcə fırlatdıq düz. Deməli, növbət dəfə 90 dərəcə fırladacağım. Gələcək, düşəcək. Bax, bu şəkildə. Baxıram, bu ola bilməz. Getdi artıq. D də ola bilməz. Getdi artıq. İndi qaldı ya B, ya C, ya da E-yə. Baxıram, 90 dərəcə fırlananda bu fiqur gəldi, çıxdı bu tərəfə, düzdürmü? İndi də 90 dərəcə fırlananda fiqur gələcək, çıxacaq, bax bura. Nöqtə. Yəni cavab olacaq C variantı. Şəkildə 90 dərəcə fırlatma ilə alınır.